Siz nəyə oxşadırsınız buna? Batmış xəyallarıma. Məncə bu inək ətidir. Yəni dadı yad tanış, yəni yad olmadı, tanış gəlir. Bu dəvətidir. İnək ətinə bənzətdim, amma heç tanış dad deyildi. Mağazada həmişə vitrində bir kolbasa olur, onun adını bilmirəm. Eyni ona oxşuyur. Amma dadını dediyim kimi bilmirəm, sadəcə vitrində görmüşəm. Bu maraqlıdır. Bunu bəyəndim. Bunu bəyənmədim. Digərlərinə oxşuyur bunun dadı, yoxsa necə? Yox, yəni digərləri gündəlik istifadə oluna bilər, gündəlik yeyilə bilər, amma bu məncə yeyilə bilməz. Yəni mən sevmədim, mənim ağız dadıma uyğun deyil bu yemək. İndi yediyiniz atın ciyəri idi. Oh my god. Bu qurutdur, bununla xəngənin üzərində tanış olmuşuq, amma o qədər də ulduzumuz barışmayıb. Nəyə oxşadırsınız? Sizcə bu nədir? Bu, mənim həyat yoldaşımın bibisinin bizim evə basdırdığı cadıya oxşuyur. İnşallah ikinci bölümdə daha ləzzətli, daha doyumlu, daha bol yeməklərlə qarşılaşarıq.